Satışını etdiyim məhsulu İrandan kargo vasitəsilə gətirirəm və gətirdiyim malla bağlı heç bir sənəd əldə edə bilmirəm. Satdığım zaman isə heç bir yayınma etmirəm. Rəsmi qaydada elektron qayma faktura əsasında satış edirəm. Bu halda mənə hər hansı maliyyə sanksiyası tətbiq edilə bilər. Təbii ki, bu nümunə sizə aid deyil, yəni bu bir sahibkarın verdiyi bir nümunədir. Birinci bunu deməklə başlayaq. İkinci olaraq isə qeyd edeyim ki, əgər belə deyək, hər hansı bir məhsulu alışını edərkən bununla bağlı rəsmi bir sənəd almırsınızsa, bəli, siz maliyyə sanksiyasına məruz qala bilərsiniz. Düzdür, siz qeyd edirsiniz ki, satanda heç bir yayınma etmirsiniz, rəsmi qaydada satırsınız. Amma alışı da rəsmiləşdirməniz lazımdır. Alışı rəsmiləşdirmədiyiniz üçün Vergi Məcəlləsinin 58-ci maddəsinin 8-ci bəndinə əsasən maliyyə sanksiyasına məruz qalacaqsınız.